İki kəndli qonşuluqda yer şumluyur. Axşam işdən sonra üz-üzə gəlirlər. Kəndlinin biri o birinə deyir: Sən mənim torpağımı da öz torpağına qatıbsan. Yox, sən mənim torpağımı oğurlayıbsan. Onlar o qədər mübahisə edirlər ki, axırı dalaşırlar. Elə bu vaxt Bəhlul yoldan keçirdi, kəndlilərin dava elədiyini görüb onların yanına gəlir. Məsələnin nə olduğunu biləndən sonra deyir: Siz 2 addım geri çəkilin. Mən torpaqdan xəbər alım. Görüm onun bu haqda fikri nədir. Kəndlilər geri çəkilirlər. Bəhlul əyilib qulağını yerə söykəyir. Birazdan sonra qalxıb deyir: Torpaq deyir ki, onlar yalan danışırlar. Mən onların deyiləm. Onlar ikisi də mənimdir. Bu necə olur ki, biz torpağın oluruq? Torpaq demək istəyir ki, ey insanlar, siz məndən əmələ gəlibsiniz. Sonra da ölüb torpağa qarışacaqsınız. 2 qarış yer üstündə nahaq bir-birinizi qırırsınız.